Anam, bu videoda 8-ci sinif BSG 2 suallarına baxacağıq. Birinci variantına baxaq. İki variantda var bu BSG A və B. Deməli, birinci sualda deyir, natrium SpO4 duzunun adı nədir? Natrium sabit valentli olduğu üçün valentliyi vurğulamağa ehtiyac yoxdur. Bu PO4 isə H3PO4, yəni orta fosfat turşusunun turşu qalıqıdır, orta fosfatın. Deməli, bu duzun adı nə olacaq? Natrium orta fosfat. Digər məddələrin heç biri düzgün deyil. İkinci suala baxaq. 3 mol natrium NO üçün elektrolitik dissosiasiyasının neçə ion əmələ gəlir? Gəlin əvvəlcə bu natrium NO üçün dissosiasiyasını yazaq. Alınır natrium müsbət kationu və NO3 anionu. Baxırıq. Burada görürük 1 mol dissosiasiya eləyəndə neçə ion əmələ gəlib? Bir dənə natrium müsbət, bir dənə də NO3 mənfi. Ümumilikdə 2 mol ion əmələ gəlmiş olur. Və 3 moldan soruşur nə qədər əmələ gələr. 3 mola x tənasibi qurduq. Çarpaz olanda vururuq belə. 3, 2, 6. 3 dənəsindən 6 ion əmələ gəlmiş olar. Qeyri-elektrolit nəyə deyilir? İonlarına ayrıla bilməyən maddələr qeyri-elektrolit adlanır. 4-ə baxaq. 4-də deməli, S müsbət 2-dən S müsbət 2 deyil, yazdım. S müsbət 2-dən S mənfi 1-ə gəlib. Bu 3 elektron verib burada. Amma burada bənd yoxdur. Bu hər halda əgər bu BSG gəlirsə 3 olan görəcəksiniz variantı. Və yaxud da bu belə ola bilər. Yəqin ki, bəlkə də buranı dəyişərlər. S müsbət 2-dən S mənfi 2-yə gəlsə bu zaman 4 elektron almış olur. Onda cavab olacaq C. Amma bu halda bu dördüncü testin düzgün cavabı yoxdur. Yəni buna görə cavab 3 olar. Aşağıdakı maddələrin dissosiasiya səriştələrini tərtib edin. Gəlin edək. Kalium 2SO4 dissosiasiya eləyəndə kalium müsbət kationu və SO4 2 mənfi anion əmələ gəlir. Əmsallaşdıraq. 2 kalium burada görürük. Ona görə buraya 2 yazdıq. Natrium OH-ın dissosiasiyasını yazsaq, burada natrium müsbət kationu üstə gəl hidroksid anionu əmələ gəlir. Kimyəvi reaksiyalarda inhibitorun rolu nədən ibarətdir? Kimyəvi reaksiyanın sürətini azaldır. İnhibitor sürəti azaldır. Keçək 7-ci suala. Kalium manqan O4 birləşməsində manqanın oksidaşma dərəcəsi neçədir? Oksigen mənfi 2-dir. Burada kalium da hər zaman sabitdir, müsbət 1-dir. Deməli, oksidaşma dərəcəsini vururuq indeksə. Müsbət 1-i ilə 1-ə vurduqda müsbət 1 eləyəcək. Manqanı bilmirik neçədir, x yazmışıq. Üstə gəl x. Mənfi 2-ni 4-ə vuranda edir -8. Bunların cəmi 0 eləməlidir. Deməli, x çıx 7 olacaq. 7-ni də sağ tərəfə keçəndə eləyir müsbət 7. Cavab B-dir. Natrium 2SO4 duzunun dissosiasiya tənliyini tərtib et. Yenə burada natrium müsbət kationu SO4 2 mənfi anion əmələ gəlir və natrium sol tərəfdə 2-dən olduğu üçün sağda da əmsala 2 yazırıq. 9-cu sualda turşuların formullarını istəyir bizdən. Kalium 2SO4 duzdur. Bu nitrat turşusudur HNO3. H-xlor xlorid turşusudur. 4-dəki duzdur, 5-dəki əsasdır və qələvidir. Cavab olacaq 2, 3. 10 suala baxaq. Verilmiş maddələrin hansı turşu xassəli oksidlərdir? Bunların hamısı ümumiyyətlə oksidlərdir. Yadda saxlayın. Deməli, metalların 1-2 valentli olduqları əsası oksidlər olur. Bunu bilirik. Bu əsası oksiddir, dəmir 2 oksid. P2O5 bu turşu oksididir. CO2 turşu oksididir. SO3 turşu oksididir. Turşu xassəli olanları istəyir bizdən. Xrom 2O3 isə
Bu da olmayacaq. Bu da amfoter xassəlidir. Xromun, dəmirin 3 valentli oksidləri amfoterdir. Dəmir çox oksid isə əsas oksiddir. 11-ci suala baxaq. Deməli, bu son mövzulara aid elə sualdır. Litium alova hansı rəng verir? Qırmızı rəng verir. Deməli, 12-də bizə reaksiya verir. Reaksiya təlində reduksiya etsin əmsalını müəyyən etdir. Əvvəlcə gəlin bu reaksiyanı əmsallaşdıraq və oxşaşma dərəcəsi dəyişənləri tapaq. Oksigen -2-də oksidlərdə, mis burada müsbət 2 olacaq ki, toplayanda 0 versin bizə. Deməli, hidrogen müsbət 1-də NH3-də, azot müsbət 3 yazdım, sonra müsbət 1, azot -3-dür. Bəsit halda maddələr oxşaşma dərəcəsi 0 olur. Ümumiyyətlə, burada hidrogenlə oksigenin oxşaşma dərəcəsi dəyişmir. Bir də yazım. Oxşaşma dərəcəsi dəyişənləri tapırıq. Hansı dəyişdi? Mis. Müsbət 2-dən gəlib nəyə? 0-a. Bunu qeyd edək. Və azot dəyişib. -3-dən gəlib N2-yə. 0-a yəni. Baxırıq. Müsbət 2-dən 0-a gələndə mis 2 dənə elektron alıb. Deməli, azot burada əmsalı fikir verməliyik. Sağda yəni indeksdə 2 var. Bəs haldasa biz bu 2-ni nəzərə almalıyıq. Deməli, -3-dən 0-a gələndə 3-ünü verib, 2 dənə olduğu üçün ikisi 6-sını vermiş olur. Burada tapdığımız bu elektron sayılarını qarşıda yazırıq. İxtisar gedirsə ixtisar aparırıq. Sonra isə çarpaz keçiririk. Deməli, 1 düşəcək N2-nin qarşısına. Biri yazın ki, yaddan çıxmasın. 3 düşəcək misin qarşısına. Yazdıq. Burada 3 yazdıq. Sonra baxaq. Sağda 2 dənə azot varsa NH3-ün qarşısına 2 düşür. Hidrogen altdan olur. Suyun qarşısına 3 düşməlidir. Oksigen sağda da solda da 3 dənədir. Bizə nəyisə reduksiya etsin əmsalı. Reduksiya etsin nədir? Elektron verən. Burada elektron verən hansı oldu? N-3 olan azot yəni NH3. NH3-ün əmsalını neçə tapdıq? 2 tapdıq. 13-ə baxaq. Reaksiyanın başa çatması üçün sərf olunan zaman 5 dəqiqədə alınan hidrogen qazının həcmi 30 kub metr olarsa, bu reaksiyanın hidrogenə görə sürətini hesablayın. Hidrogenə görə sürət tapırıqsa, alınan qazın həcmini bölürük sərf olunan müddətə. Burada bir məsələ var. Burada bizdən vahid olaraq bir şey yazmayıb. 30 bölü 5. Yəni, kub metr bölünsün dəqiqə. Cavab da olsa 6 var uyğunluğa. Yəni, cavabı bizdən kub metr bölünsün dəqiqə nə istəyir, ona görə ona da uyğun yazırıq cavabı. Məsələn, ola bilər saniyə ilə falan istəsin, santimetr kubu ilə, onda dəyişiklik yaparamalıyıq. Amma burada da cavab 6 var, yazdıq. Reaksiyanın oksigenə görə 0,1 mol vurulsun saniyə deyir, oksigenə görə sürəti. N2 üstəgəl O2, 2NO reaksiyasının NO-ya görə sürətini hesablayın. Biz bunu necə tapırıq? Əmsallara baxırıq. Burada görürük ki, NO-nun əmsalı oksigendən 2 dəfə çoxdur. Demək ki, NO-nun sürəti də oksigenin sürətindən 2 dəfə çox olacaq. Baxın, bu bərabərliyi əldə edirik, sonra isə yerinə qoyuruq bizə verilənlər. 2 vurulsun, oksigenə görə sürət nə qədərdir? 0,1. Deməli, NO-ya görə sürət olacaq 0,2. 15-ə baxaq. Natrium OH üstəgəl mis xlor 2 reaksiyasının molekulyar, tam və qısa ion tənliklərini tərtib edin. Deməli, əvvəlcə molekulyarı yazırıq. Elə burada necə deyirsə, ardıcıl olaraq 1, 2, 3 deyib mən yazım. Birincisi, molekulyarı qeyd edirik. Natrium xlor üstəgəl mis 2 hidroksid alınır. Hansı ki, bu çöküntüdür. Gəlin bunu əmsallaşdıraq. Xlor sol tərəfdə 2 deyə, sağda da 2 yazdıq natriumun qabağına. Natrium OH-ın da qabağına 2 düşür. OH da sağda da solda 2 dənədir. İndi tam ion tənliyinə keçək. Hansılar ki, ionlarına ayrıla bilir maddələr, onları ionlarına ayırıb yazırıq. Deməli, və burada əmsalı da nəzərə almalısınız. 2 dənə natrium varsa, 2 dənə natrium. 2 dənə OH var, 2 OH yazırıq. Mis bir dənədir. Xlor 2 dənədir gördüyünüz kimi. Yadda saxlayın, ion olanda ayağında ionun indeks olmur. Sonra
Yəni burada xlor mənfi 2 belə bir şey yaza bilməzsiniz. Bu aid deyil ha, NO3 mənfiyə. Yəni bu özü qalıq hissədir, NO3-dür. Yəni burada götürüb 3-ü qarşıya yazmırsınız. Sonra alınanları yazaq. 2 natrium müsbət, 2 xlor mənfi, üstə gəl, mis 2 hidroksid. Artıq bu çöküntü olduğu üçün bunu iyonlarına ayırırıq. Bu bizim oldu tam iyon tənliyimiz. İndi isə qısa iyon tənliyi yuxarıda qeyd edirəm mən. Burada çöküntünü əmələ gətirən iyonlar hansılarsa onu qeyd etməliyik. Çöküntünü əmələ gətirib mis 2 müsbətlə 2 OH mənfi iyonu yazılıb mis 2 hidroksid. Bu qədər. Bu A variantı SG suallarının izahı idi 15 dənə. İndi isə B variantının suallarına baxaq. Birinci sualdan başlayaq. Dəmir SO4 duzunun adı nədir? Dəmir dəyişən variantlı olduğu üçün biz onun variantını mütləq vurulamalıyıq burada. Burada dəmir 2 variantlidir. Dəmir 2 sulfat olacaq. Sulfatı hardan bilirik? Bu SO4 sulfat turşusunun turşu qalıqıdır. Ona görə də sulfat deməliyik sonra. Sulfit olmaz. Sulfit olsaydı H2SO3, sonra SO3-dən olur. Deməli, 3 mol natrium 2 CO3-ün elektrolit dissosiasiyasında neçə iyon əmələ gəlir? İkinci suala baxaq. Əvvəlcə dissosiasiya tənliyi yazaq. Buradan alınır natrium müsbət katyonu, CO3 2 mənfi anyonu. Natrium 2-dən olduğu üçün sol tərəfdə, sağda da 2 yazırıq əmsala. Baxırıq. Bunun 1 molunun dissosiasiyasında neçə dənə iyon görürük? 2 natrium, 1 dənə də CO3. Cəmi 3 dənə. 3 moldan nə qədər olacaq? 9 dənə. Yazdıq. Elektrolit nəyə deyilir? İyonlarına ayrıla bilən maddələrə. Və yaxud iyonlarına ayrıla bilən maddələri elektrolit adlandırırlar. 4-ə baxaq. S mənfi 1 gəlib S müsbət 4-ə. Bu neçə elektron verib? 5 elektron verib. Cavab olacaq A. Bunu əgər başa düşmürsünüzsə, belə ədəd oxu kimi də düşünə bilərsiniz. Məsələn, riyaziyyatda da keçirsə ədəd oxu 0, müsbət 1, müsbət 2, müsbət 3, müsbət 4, bu mənfi 1-dəndir. Bax, mənfi 1-lə 4 arasında neçə elektron hissəsi var? 5 dənədən. Bu da ona uyğun olaraq. Aşağıdakı maddələrin dissosiasiya tərkiblərini tərtib et. Deməli, H2SO4-ü iyonlarına ayrılaq. 2H müsbət olacaq, hidrogen sol tərəfdə 2 olduğu üçün. Və SO4 2 mənfi. Bu iyonların üçündə düzgün yazmaq lazımdır. Natrium müsbət olacaq, OH mənfi. 6-ya baxaq. Kimyəvi reaksiyalarda katalizatorun rolu nədən ibarətdir? Katalizator reaksiya sürətini dəyişən özü isə reaksiyada sərf olunmayan maddədir. Və bir də belə də qeyd edə bilərsiniz. Bir çox katalizatorlar reaksiyanın sürətini artırır. Və əlavə olaraq kimsə yazmaq istəyirsə bura, bu məlumatda yaza bilər ki, inhibitorlar reaksiyanın sürətini azaldır. Deməli, 7-yə baxmalıyıq. Kalium 2SO4 birləşməsində kükürdün oksijenləşmə dərəcəsini tap. Oksigen burada mənfi 2-dir, kaliumda hər zaman müsbət 1 olur. Kükürdə X deyək. Deməli, kaliumun oksijenləşmə dərəcəsinin indeksinə vururuq, edir müsbət 2. Kükürdü bilmirik, X-dır. Mənfi 2-də 4-ə vururuq, edir mənfi 8. Bunların cəmi 0 verir. Burada cavab edəcək müsbət 6. Yəni, bu isə artıq riyaziyyatdır. Tənliyi əldə eləmək. Kalium 2 CO3 tuzunun dissosiasiya tənliyini tərtib edir. Burada alınır 2 kalium müsbət və CO3 2 mənfi. 9-da
Qələvilərin formullarını göstərir. Qələvilər suda həll olan əsaslardır. Suda həll olan əsaslar hansılardır? Qələvi və qələvi torpaq metalların hidroksidləri. Qələvi torpaq metaldır kalsium qələvidir. Kalium OH qələvidir, natrium OH qələvidir. Bunlar isə 2-3 suda həll olmayan əsasdır. Ona baxaq, amfoter xassəli oksidlər. Yəni amfoter xassəsi ikili xassə göstərir. Sink oksiddir, xrom 2O3-dür. Ancaq 1-lə 3-dür burada cavab. Natrium 2O əsası oksiddir, CO2 turşudur, NCO3 turşudur, dəmir 2 oksid əsası oksiddir. 11-ci suala baxaq. Natrium alova hansı rəng verir? Tünd sarıdır. Bu kitabda hər halda burada da sarı bəndi doğru bənd kimi götürülüb. Güman eləyirəm ki, çünki başqa uyğun bir bənd yoxdur. Tünd sarıdır cavab olaraq. 12-yə baxaq. Bayaqçı deməli reaksiyadır. Bayaq izah eləmişdim deyə bir daha izah eləmirəm. Artıq bunu necə əmsallaşdırmışdıq? Başa düşməsəz yenidən deyərsiniz. Aha. Görək düz yazdıqmı? Üstünə oksigen, altına hidrogen. Aha, düzgündür. Oksidləşdiricinin əmsalını istəyir burada. Burada oksidləşdirici elektron alandır. Bayaq da oksidləşdiricini istəmişdik. Deyirsə, mən səhv elədim orada. Deməli, burada oksidləşdirici nədir? Yoxsa bayaq oksidləşdiricini istədi. NH2 qeyd elədik. Bir də baxaram ona. Deməli, müsbət 2-dən mis gəlib 0-a. Bu elektron alıb oksidləşdiricidir. Oksidləşdiricinin əmsalı 3-dür. Reduksiyetinin əmsalı da burada 2 olacaq. Hər halda 2-ni yazmışam. Reduksiyeti burada NH3-dür. Deməli, azot mənfi 3-dən gəlib 0-a. Aha, sonra 10, deməli bu nədir? 13. Ha, burada 13 kimi yazılır, 3 yazılıb. Reaksiyanın başa çatması üçün sərf olunan zaman 2 dəqiqədir. Hidrogen qazının həzmi 8 kub metr olsa hidrogenə görə sürət tap. Hidrogenə görə sürət tapanda əmələ gələn həzmini bölürük sərf olunan zamana, yəni 2 dəqiqəyə. Burada cavab eləyəcək 4 kub metr bölünsün dəqiqə. 14-ə baxaq. Hidrogenə görə sürət 2,7-dirsə, azota görə sürət tap. Hidrogenə görə sürət, baxın, 3 dəfə çox olacaq N2-yə görə sürətdən. Hidrogenin əmsalı 3 dəfə böyükdür N2-dən. 3 və N2. Yenə bu bərabərliyi əldə edək, verilənləri yerinə qoyaq. Hidrogenə görə sürəti 2,7 verib, 2,7 bərabərdir 3 və N2-yə. Deməli, azota görə sürət nə olacaq? 2,7-ni 3-ə bölürsünüz, bu da edir 0,9. 15-ə baxaq. Yenə reaksiyanın molekulyar tam qısa ion tənliklərini istəyir. Deməli, natrium 2S üstə gəl, mis xlor 2. Alınır buradan natrium xlor. Üstə gəl, mis 2 sulfid. Bunu əmsallaşdırmalıyıq, əmsallaşdırdıq. Burada çöküntünü də qeyd edək. Tam ion tənliyi yazaq. 2 dənə natrium müsbət, üstə gəl, S 2 mənfi. Üstə gəl mis 2 müsbət. Üstə gəl 2 dənə xlor mənfi. Alınıb 2 dənə natrium müsbət ionu və 2 xlor mənfi ionu. Üstə gəl, bildiyiniz kimi çöküntüləri ionlarına ayırırıq. Çöküntü, qaz, su, bunlar ionlarına ayırıb yazırıq. Qısa ion tənliyin istəyir son olaraq. Bu çöküntülə əmələ gətirilən ionlar hansılardır? Mis 2 müsbətlə 2 xlor mənfi. Üzr istəyirəm, 2 xlor mənfi yox. Kükürt. Son ion tənliyimiz də belə olacaq. Bu qədər, sağ olun, salamat qalın.